Rabbil alemin və salatu və salamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin, əmmə ba'd. Əqidə dərslərinə davam edirik sizlə 200 sual, 200 cavab və 54-cü sual. Mə misal əsma'ül husnə minəs sünnə. Deyir, Allahın ad və sifətlərinin, adlarının, Allahın gözəl, kamil adlarının sünnədə olan misalı nədir? Mislə qavlihi sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellem bu sözü kimi. Bax, diqqət elə, Allah Resulü sallallahu aleyhi ve sellem dua edir. Və deyir ki, La ilahə illallahul azimul halim. La ilahə illallah rabbul arşil azim. La ilahə illallah rabbus semavati rabbul ardi və rabbul arşil kerim. Bu duanı harada edərdi? Nə üçün deyib Allah Resulü sallallahu aleyhi ve sellem? Əhsən sənə. Yəni, sıxıntı anında olunan duadır. Bax, La ilahə illallah. Birinci uluhiyyə ilə Allah Azze və Celle'yə yaxınlaşır. Görürsən, bu Allah'a tərifdir. Allah'a tərif edir ki, yəni ey Rəbbim, bütün kamilliklər sənin əlində, bütün qüdrətlər sənin əlində, bütün əzəmətlər sənin əlində, mənim də sıxıntım var. Ey Rəbbim, apar yəni. Aydındır. Burada dua hissəsən, bax, deyir ki, La ilahə illallah azimul halim. Deyir ki, uca, əzəmətli və həlim olan, yəni rəhimli olan, qullarına yumuşaq olan Allah Azze ve Celle. Yenə deyir, La ilahə illallah. Allah'tan başqa ibadətə layiq məbud yoxdur. Rabbul arşil azim. Böyük ərşin Rəbbi. Bilirsiniz, ərş yerlər və göylər kürsünün yanında səhraya atılmış halqa boydadır, üzük boydadır. Və kürsü də ərşin yanında səhraya atılmış üzük boydadır. Gör, ərşin böyüklüyü nə qədərdir. Ona görə Allah təala ki, Rabbul arşil azim. O ərşi kim yaradıb? Allah yaradıb. Allahın qüdrətinə bax. Deyir ki, La ilahə illallah, yenə Allahdan başqa ibadətə layiq məbud yoxsan, həmişə məqsəd, insanlara məqsədi çatdırmaq. La ilahə illallah çatdırmaq. Deyir ki, Rabbus semavat, göylərin yeri, Rəbbi, və Rabbul ard, yerin Rəbbi, və Rabbul arşil kərim, deyir, səxavətli ərşin Rəbbi olan Allah. Təsəvvür et, burada hansı ad və sifətlər keçir? Azim, əl-azim, birincisi əl-Allah. Yəni, Allah kəlməsi mənası nə idi? Demişdik. Ha, şeyh, tafadda. Zul uluhiyyəti vəl-ubudiyyəti alə xalqihi əcməin. Allah sözünün mənası İbn Abbas radiyallahu anh deyir ki, öz məxluqatı üzərində ilahlığı olan vəl-ubudiyyə, ibadət sahibi olan ki, yalnız ibadət ona aiddir. Yalnız haqq olan ilah odur. Alə xalqihi əcməin, bütün məxluqatı üzərində. Yəni, elə bir məxluqat yoxdur ki, ona ibadət etməsin. Bax, o ibadət iki növ idi. Yadınıza gəlir. Biri məcburi ibadət. Biri istəyərək olunan ibadət. Elə mi? Məcburi ibadət hər kəs edir. Yəni, ürəyinin işləməsi, yatması, durması, Allahın nizamına tabi olmasıdır. Yəni, əgər qul deyilsə, Allahın nizamından çıxsın. Yatmasın, yeməsin və s. Yəni, çıxa bilməz heç vaxt. Ona görə, bax, Allahın nizamı onu qul edib. Özü quldur, amma öz qulluğundan inkar etsə belə. Bir də var ki, istək. İstəklə olunan qulluq. O da hansıdır? İnsanın özünün alnını səcdəyə vurması, özünün Allaha ibadət etməsi, özünün oruç tutması, özünün sədəqə verməsi və s. Və sonra bax nə dedik ki, Rabbus semavat, Rəbb adı. Rəbb adı nə idi? Tərbiyə edən, islah edən, yaradan, idarə edən. Bunlar hamısı Rəbbi mənalarının. Yaxşı, sonra deyir ki, deməli bu adlar, bu yəni duada keçir. Kim əgər bu duanı deyərsə, onun sıxıntısı aradan qalxar. Yəni onun kədəri, depressiyası, qəlb sıxıntısı aradan qalxar. Və sonra bax digər duada, qavluhu sallallahu aleyhi ve sellem, baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem ancaq Rəbbini tanıtdırıb bunlara. Peyğəmbər sallallahu aleyhi ve sellem qəbirlərin yerlərini tanıtdırmayıb. Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt özünə insanları ibadətə çağırmayıb. Əgər layiq olsaydı, ancaq ondan Allahdan sonra özü olardı. Çünki özündən pak insan olmayıb. Amma özü nə deyib? Deyib ki, özü də həmişə nə deyib? Deyib ki, Ənə bəşərun mislukum. De ki onlara, Qul innəmə ənə bəşərun mislukum. De ki, mən də sizin kimi bir bəşərəm. Yəni, Peyğəmbərlərdə heç bir
ilahlıq, rububiyyə, uluhiyyə sifətləri yoxdur. Bax nə deyir digər ayədə, digər hədisdə. Ya hayyu, ya qayyum. Hay nədir? Həmişə diri olan. Yəni kamil həyat sahibi olan. O həyat ki, Allahın o həyatına heç bir naqislik baş vermir. Heç bir yoxluq baş verməyib. Heç bir yoxluq baş verməyəcək. Nəinki yoxluq, hətta yuxu mürgü belə tutmur o həyat. Kamil həyat sahibidir. La ya'tarihi naqsun. Heç bir naqislik baş vermir. Bi ayyi vechin minel vucuh. Hər hansısa bir cəhətdən olur olsun. Heç bir naqislik. Ən kamil həyat sahibi olan Allah Subhanahu wa ta'ala. Təsəvvür et. İnsanlar, milyonlarla insan Allaha yalvaranda Allah bir-bir onların ehtiyaclarını bilir. Kamil həyat sahibi olan Rəbbimiz. Allahu Akbar. Vallahi yer üzərində milyonlarla insan, milyonlarla müsəlman dua edir və Allah dualarını qəbul edir. Mümkün deyil bir insan Allaha yalvarsın, onun duası qəbul olunmasın. Yəni Allah Teala onun duasını qəbul edir. Ya qayyum. Ey qayyum. Qayyum nədir? Deməli, məxluqatı idarə edən və onların işlərini yoluna qoyan. Həmişə buna nə deyirlər? Əl-qamə binəfsihi vəl-qaim binəfsihi vəl-qaim biğayrihi. Özünü və başqalarını saxlayan, özünü və başqalarını idarə edən. Subhanallah lazım. Görün Allah Azza və Cəllə nə qədər qüdrət sahibidir. Yəni və yaxud da özünü və başqalarını idarə etməkdə heç kimə möhtac olmayan, heç kimə ehtiyacı yoxdur. وَلَمْ يَكُنْ وَلِيٌّ مِنَ الذُّلِّ. Deyir, onun zəlilliklə heç bir vəlisi, dostu yoxdur. Ya zəl cəlali vəl-ikram. Bax, bəzi adları Allah Azza və Cəllənin mudafla gəlir. Ya zəl cəlal və. Və nədir? Əsma-ül xamsə. Dedim? 5 isim var.